Erotik ədəbiyyat. Hə, bir bu qalmışdı. İndi gəlin sizə erotikanı da, əxlaqsızlığı da bir sənət olaraq, ədəbiyyat olaraq sırmağa çalışım. Təbii ki, belə bir niyyətim yoxdur. Çünki onsuz da günümüz dünyasında bir çox şeylər bizə sırnır, özümüzün xəbərimiz də belə olmadan. Amma orta məktəbdə bizə öyrədildiyi kimi əslində ədəbiyyat heç də ərəb kəlməsi olan ədəbiyyatdan gəlir, əxlaq və digər bla bla bu kimi şeyləri öyrətmək bir qayəsi güdmür və güdməməlidir də. Çünki sənət dediyimiz məfhum əslində öz-özlüyündə insanüstü bir şeydir və insanın dəyərlər çərçivəsində qiymətləndirə biləcəyimiz bir məğzi sahib deyil. Nəzərdə tutduğum şey bundan ibarətdir. Təbii ki, biz sənət əsərlərindən əxlaq dərsi də götürə bilərik, əxlaq dərsi götürməyə də bilərik, amma öz-özlüyündə sənətin bu kimi bir qayəsi yoxdur. Oscar Wilde'ın dediyi kimi sənət sənət üçündür. Ona görə erotik ədəbiyyatdan da bir sənət nümunəsi, ədəbiyyat nümunəsi olaraq danışa bilərik. Çünki digər sənət növləri kimi əslində ədəbiyyat da öz-özlüyündə bir həyata dair alternativ panorama təşkil edir bizlərə. Əslində hər bir sənət əsəri ayna rolunu oynayır və o aynanın qarşısında dayanan hər kəssə o əsərdə yalnız və yalnız öz əksini görür. Necə ki, pul bir vasitə olaraq insanın içindəki xeyirxahlığı da üzərə çıxara bilər və yaxud vəhşiliyi də üzə çıxara bilər. Eləcə sənət əsəri də əslində bizim içimizdə olmayan bir şeyi ortaya çıxarmır. Tamamilə bizim içimizdə gizli qalan şeyləri ortaya çıxarır. Bu mənada erotik ədəbiyyatın tarixinə dair önəmli bir kitabdan, ədəbiyyat tarixinə dair, ədəbiyyat nəzəriyyəsinə dair önəmli bir kitabdan bəhs edəcəm. Saren Alexandriyanın Erotik ədəbiyyat tarixi. Bu kitab bu mövzuda yazılmış önəmli nadir əsərlərdən biridir. Əsərin önəmi ondan ibarətdir ki, antik Yunan tragediyalarından, hətta antik Yunan satiralarından tutmuş Oscar Wilde'a qədər bir çox erotik ədəbiyyat yazarının bu və ya digər əsərlərinə toxunur. Çünki antik Yunanda da əslində komediyanın bir ünsuru olaraq erotika, şəhvət bir tənqid edici vasitə olaraq bol şəkildə istifadə edilmişdir. Sonraki dövrdə təbii ki, bu ünsur yetərincə təkamül yolu keçdi və öz-özlüyündə ayrı bir janr, ədəbi bir janr olaraq formalaşmağa başladı. Bu janrın önəmli nümayəndələri arasında bir çox sənət əsərini, bir çox yazar adlarını çəkə bilərik. Bunlardan ilki məncə Petronius Arbiterin Satyricon adlı bu kitabıdır. Təəssüflər olsun ki, bu əsər günümüzə tam şəkildə gəlib çatmayıb. İçindən əski olan parçalar var. Bunun da təməl səbəbi Renesans dövründə kilsənin aktiv olduğu dövrlərdə bu kitabın sansürə məruz qalmağıdır və bir çox bölümləri çıxarılsa belə günümüzdəki halı ilə belə bu kitabı oxuyarkən biz nə qədər önəmli bir ədəbiyyat nümunəsi olduğunu görürük. Çünki öz dövrünə dair, Roma imperiyasına dair bizə sosial bir çox detalları verir. O dövrdəki xalqın və yaxud aristokratiyanın həyatına, yaşam tərzinə dair, dünya görüşünə dair, insan münasibətlərinə, intim münasibətlərə dair görüşlərin özündə aydın şəkildə ehtiva edən önəmli klassiklərdən biridir. Və yaxud digər bir kitab olaraq Fanny Hill, John Cleland'ı göstərə bilərik. Bir qadının intim gündəliyi adlı bu kitabı. Burada da yenə məktublar şəklində, təməldə yanılmıramsa 3 məktub olmalıdır, uzun zaman öncə oxumuşam. Yazılmış bir qadının, həyat qadınının deyə etiraflarıdır. Oxunması vacib 101 klassikdən biri hesab olunur. Xüsusilə İngilis ədəbiyyatının önəmli nümunələrindən biridir. Və yaxud yenə Alman ədəbiyyatında ədəbi olaraq da dəyəri yüksək olan Leopold von Sacher-Masoçu nümunə çəkə bilərik. Mazoşizm termində məhz bu yazarın əsərindən dolayı günümüzə gəlib çıxıb. Və yaxud şeirlərə müraciət eləsək, bu səfər qarşımıza Bertolt Brecht'in şeirləri çıxır, erotik şeirləri. Təbii ki, bununla bitmir. Öncələri də dəfələrlə haqqında bəhs etdiyim Marquis de Sade'ın əsərlərinin adlarını çəkə bilərik. Sodomun 120 günü, Juliet, Franval, Justin və digər bu kimi önəmli ədəbiyyat nümunələri mövcuddur. Təbii ki, bunların oxunması yetərincə çətin, yetərincə insana təsir edən nümunələrdir. Burada təsir sözünü psixoloji anlamda xüsusilə diqqətinizə çatdırmaq istəyirəm. Çünki burada hər nə qədər erotik ədəbiyyatın belə deyim, təməl qayəsi insanın şəhvət duyğularına xitab etmək kimi görünsə də, bundan daha qat-qat artıq dərin mənaya malikdir. Əslində bu ədəbiyyat nümunəsi digər sənət nümunələrinin də olduğu kimi bizim daxilimizdə gizli qalan, bəzən bizlərin belə kəşf etməkdən qorxduğu şeyləri çox açıq şəkildə, çox
metafor olaraq çılpaq şəkildə, həm də sözün əsl mənasında çılpaq şəkildə gözlər önünə sərir. Bunu ən çox da Marquis de Sade'ın əsərlərində görürük. Oradakı sadizm termini də məhz Marquis de Sade'dan gəlir. Həm fəlsəfi dərinlik olaraq bunun şahidi oluruq, həm yazdığı mətnlərdəki şiddət ünsuru olaraq bunun şahidi oluruq. Əslində bu tip ədəbiyyat nümunələri günümüzdə məsələn underground ədəbiyyatı nümunə çəkə bilərik. Bura aiddir. Çak Palahniuk Döyüşçü Klubu əsəri ən çox bilinənlərdəndir və yaxud Poçt İdarəsi Bukovskinin kitabı, Qadınlar kitabı Bukovskinin və digər bənzəri ədəbiyyat nümunələri, Xərçəy Tropiki, Henry Millerdən yenə adını çəkə biləcəyim əsərlərdəndir. Bu tip əsərlərin təməl özəlliyi əslində insanın qaranlıq tərəfinə dair bizə geniş bir panorama bəxş edir və bir mənada psixoloji, fəlsəfi diskusiyada zəmin yaradır əslində. Təbii ki, bizim qorxduğumuz sıradan insanlar olaraq bizim qorxduğumuz şeyləri sənətçi ruhlu insanlar və yaxud standart olmayan, bunu da metafor olaraq deyiləm, standart olmayan şəxslərin zehnindən sətirlərə süzülür və bəlkə də bu yazarların, bu əsərlərin önəmli tərəfi də odur. Bizim qaranlıq sərhədlərimizdə Lovecraft'ın əsərinə bir referans olaraq desək, dəliliyin dağlarında dolaşan insanlardır bunlar. Onlar bizim heç zaman cürət etməyəcəyimiz şeyləri cürət edib düşündükləri üçün və hər nə qədər təqdir etməsək belə bunların bir qismini də öz həyatlarında tətbiq etdikləri üçün bu qədər önəmə malikdirlər. Çünki əsla onlar olmasa insana dair bu perspektivi bəlkə də qazana bilməzdik. Odur ki, günümüzdə də hələ də aktuallığını qoruyur. Hələ də aktiv bir şəkildə bu klassik, xüsusilə klassik ədəbiyyat nümunələri öz dəyərini qoruyub saxlamağa davam edir. Təbii ki, bunu açıq zehinlə oxumaq lazımdır, tənqidi təfəkkürlə oxumaq lazımdır. Öncəsində digər ədəbi janrlara dair bir oxu təcrübəsi olmalıdır ki, bunu da obyektiv şəkildə dəyərləndirmə şansını əldə edək. Əks halda bu sətirləri oxuyub onu yazanlara lənət eləməkdən başqa əlimizdən heç nə gəlməyəcək və bizə də bir insan olaraq da bir müsbət bir xeyri toxunmayacaq. Bu video biraz uzun oldu digərlərinə nisbətən. Biraz da daha öncədən hazırlaşmadan kamera önünə keçib danışdım. Ümid edirəm ki, hər kəs üçün maraqlı bir video oldu, bilgiləndirici bir video oldu. Ümid edirəm ki, bir oxucu olaraq sizlər də bu tip daha qıraqda qalan ədəbi janrlara şəxsi belə deyək, dəyərlərinizin əl verdiyi qədər müraciət eləyə bilərsiniz. Məsələn, Marquis de Sade onun hekayələrinə başlamağınız daha doğru olar. Həm fiziki, psixoloji sağlamlığınız üçün, həm də ədəbi olaraq daha xüsusilə antik Yunan komediyaları oxuyanlarınız böyük ehtimalla artıq qarşılaşmışsınız. Məsələn, Safonun şeirlərində olsun, bu da erotik ədəbiyyatın önəmli yazarlarından biridir. Və düşünməyin ki, yalnız kişilər erotik ədəbiyyatı yazır. Məsələn, yaxın dönəmdə Anaïsninin əsərləri ciddi erotik ədəbiyyat nümunələridir. Və bu mövzuda saymaqla bitməyəcəyimiz geniş bir külliyyat mövcuddur bizim qarşımızda. Təbii ki, maraqlananlara da indidən xoş oxumalar arzu edirəm. Ümid edirəm ki, bu kitablar sizə bir çox anlamda fayda bəxş eləyəcək. Nəinki oxuyub o insanları lənətləyəcəksiniz. Sona qədər izlədiyiniz üçün minnətdaram. Faydalı hesab edirsinizsə bu uzun videonu paylaşmağı, bəyənməyi, rəy yazmağı unutmayın. Dəstəklərinizi gözləyirəm və təşəkkür edirəm.